Bismillahirrahmanirrahim. Allah'a çok şükürler olsun. Bu ildə nəsib elədi. İmam Hüseyin xadimləri, Rusiyanın Moskva şəhərində yaşayan və orada xidmət göstərən İmam Hüseyin xadimləri ikinci ildir ki, bu əzəmətli Ərbəyin kərvanına qoşulur və burada 202-ci sütunda, Mokəbdə bu zəvvarlara xidmət eləməyi Allah Teala minnət qoydu boynumuza. Bu İmam Hüseyin xadimlərinin fəaliyyəti burada həm mədəni işlərin təbliğatından, maarifləndirilməsindən məşğuldur. Ondan da əlavə o kəslər ki, istəyirlər, istər Rusiyada, istər burada, istəyirlər öz maddi köməklərini göstərələr, həmin bu İmam Hüseyin xadimlərinə müraciət edirlər, pullarından, ərzaqla, müxtəlif şərbət və başqa şeylərlə ki, istəyirlər burada İmam Hüseyin zəvvarlarına kömək eləyərlər. İmam Hüseyin xadimləri vasitəçi olur. O işləri burada şərait yaradır və burada gedən milyonlarla zəvvarın xidmətinə çatdırılmasında vasitəçidir. İnşallah ümidvarıq bu təbliğatlar, bu fəaliyyətlər, bu xidmətlər Allahın dərgahında İmam Hüseyin Əleyhisselam kitabında yazılsın və hər kəs ki istəsə bu xidmətə qoşula, özünün maddi, mənəvi dəstəyi ilə, fiziki dəstəyi ilə biz İmam Hüseyin xadimləri olaraq 202-ci sütunda, Mokəbdə gözləyirik, xidmətinizdə varıq. Allah qəbul eləsin.